İsrail səfirliyinin 2 əməkdaşının Vaşinqtonda Yəhudi muzeyi yaxınlığında güllələnərək öldürülməsi gündəmin əsas müzakirə predmetinə çevrilib. Bu, son dönəmlərdə Təl-Əviv nümayəndəliklərinə təzyiqlərin daha da intensivləşdiyinin göstəricisi kimi dəyərləndirilir. İsrailin dünya üzrə 196 diplomatik missiyası var. Təhlillər göstərir ki, Təl-Əviv üçün son 18 ay Avropadakı səfirliklərinə qarşı hədə-qorxularla yadda qalıb. Vaşinqton da daxil olmaqla Qəzzadakı müharibəyə etiraz etmək üçün bir çox insan İsrailin diplomatik postları qarşısında özünü yandırıb. Bugünədək yəhudilərə ən dəhşətli hücum isə 1992-ci ildə İsrailin Argentinadakı səfirliyində törədilən partlayışdır. Hadisə 30 nəfərin ölümü ilə nəticələnib. Bu amil göstərir ki, zaman-zaman İsrailin diplomatik nümayəndələri müxtəlif maraqların hədəfində olub. Son hadisədən dərhal sonra Benyamin Netanyahu Təl-Əvivin dünya üzrə missiyalarında təhlükəsizliyi gücləndirmək göstərişi verib. Bəlli olduğu kimi hər bir dövlət öz ərazisində akredit edilmiş diplomatik nümayəndələrin təhlükəsizliyinə cavabdehlik daşıyır. Bu öhdəlik 1961-ci il diplomatik əlaqələrə dair Viyana konvensiyasından irəli gəlir və hər bir dövlət üzərinə götürdüyü bu öhdəliyi icra etməkdə israrlı olmalıdır. Baş vermiş hadisə ilə bağlı vurğulamaq lazımdır ki, yəni burada dövlətin üzərinə götürdüyü öhdəlik diplomatik nümayəndələrin sahələridir və ya diplomatik agentin özəl sahəsidir və həmin şəxslərin bu ərazilərdən kənarda hücuma məruz qalması və onlara qarşı cinayət əməllərinin törədilməsi həmin dövlətin cinayət qanunvericiliyinə əsasən tövsif edilərək cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidir. Hadisədən dərhal sonra Donald Trump atışmanı antisemitizmə əsaslanan hücum adlandırıb. Dünya liderlərinin əksəriyyəti də bu məsələdə eyni mövqeyi bölüşürlər. Baş vermiş hadisə bir məsələni də aktuallaşdırır. Diplomatik missiyalarda təhlükəsizlik sisteminin necə təmin olunduğunu. Öldürülən şəxslər Vaşinqtonda yəhudilərin tədbirindən çıxarkən hadisənin qurbanına çevrilir. Bu da ölkədə diplomatik təhlükəsizlik sahəsində boşluqların ola bilmə ehtimallarını qabardıb. Vurğulamaqda fayda var ki, Birləşmiş Ştatlarda xarici səfirlik nümayəndələrinin mühafizəsi ilk növbədə Dövlət Departamentinin tərkibindəki Diplomatik Təhlükəsizlik Bürosunun üzərinə düşür. Amma təcrübə göstərir ki, zaman-zaman Birləşmiş Ştatlar belə hadisələrə ev sahibliyi edib. Bu qəbildən 2020-ci ildə Kuba səfirliyinin nümayəndəsinə edilən hücum xatırladılır. Bu terror aktından 5 il keçməsinə baxmayaraq, Vaşinqton hələ heç kimi məsuliyyətə cəlb etməyib. Xüsusilə də o silah əldə etmək çox asan olduğuna görə Amerika Birləşmiş Ştatlarında zaman-zaman bu cür terror hadisələri baş verir. Amma heç kəs terrordan, heç kəs sui-qəsdlərdən, heç bir dövlət, hətta Amerika Birləşmiş Ştatları kimi dövlət də sığortalanmayıbdır. Ona görə də hesab eləyək ki, elə bu burada da başladı, bitəcəkmi? Təbii ki, təhlükəsizliklə bağlı olaraq İsrail xüsusi xidmət orqanları öz belə deyək ki, fəaliyyətlərini davam edəcək, daha da gücləndirəcəklər. Amma mən inanmıram ki, bu məsələ bununla da yekunlaşmış olsun. Beynəlxalq hüquq sisteminə görə diplomatik missiyaları qəbul edən dövlətlər nəinki müdaxilədən çəkinməli, həm də onları üçüncü şəxslərin təxribatından qorumalıdır. Diplomatik binaları silahlı polis mühafizəsi ilə təmin etmək ev sahibliyi edən ölkənin əsas öhdəliyidir. İsrailin Bakıdakı səfiri George Dick sosial media paylaşımında bu xüsusda Azərbaycanın seçildiyinə ilham vurub. O, Bakıya Təl-Əviv diplomatlarını və Yəhudi icmasını qorumaq üçün göstərdiyi sarsılmaz öhdəliyinə görə təşəkkür edib. Xatırladaq ki, Qəzzada müharibə başlayandan bəri yalnız bir dəfə İsrail səfirliyinə müdaxiləyə cəhd edilib. Azərbaycanın təhlükəsizlik qüvvələri hücumun dərhal qarşısını alıb.